Xatırladım ki, demək, səmərəsiz xərclərin qarşısına alınması üçün bəzi struktur dəyişiklikləri də tövsiyə edilmişdi və demək, xüsusilə Hesablama Palatasının işinin daha səmərəli şəkildə demək, təşkil edilməsi tövsiyə edilmişdi. Burada, yəni bu demək, istiqamətin həyata keçirilməsində hər hansı bir çətinliklər ola bilərmi? Yəni, burada belə başa düşdüm ki, ixtisarlar gedəcək, iş yerləri ixtisar olunacaq və bu hansısa, demək, işsizliyin həddini artırmağa gətirib çıxarmaz ki. Yəni, birinci halda gördük ki, bəzi çətinliklər var idi, yəni bunu həyata keçirmək bir qədər çətin oldu və müvəqqəti olaraq dayandırıldı. Yəni, nəğdsiz ödənişlər. Bu halda hansı çətinliklər gözlənilərdi, proqnozlaşdırmaq olar? Gəlin belə təsəvvür edək. Tutaq ki, həmin strukturlar olduğu kimi qalır və orada dövlət büdcəsindən əlavə vəsaitlər sərf olunur. Bəs onda necə etməliyik? Yəni, bugün onun ixtisarı aparılmalıdır. Bugün idarə etmə strukturları da Cənab Prezidentin tapşırdığı kimi, dediyi kimi, bu strukturlar yenilənməlidir və lazımsız xərclər mütləq aradan qaldırılmalıdır. Yəni, bugün belə deyək ki, onun nəyin xatirinəsə etmək, işsizlik olacaq, belə olacaq, bunu bu tərzdə izah etmək lazım deyil. Yəni, əgər idarə etmə strukturu təminləşirsə, deməli, bunun özünün bir nəticəsi olacaq, nəticə əldə olunacaq. Yəni, bütün ümumiyyətlə götürdükdə, həyata keçirilən bütün iqtisadi siyasətin başlıca məqsədi elə Azərbaycan vətəndaşının mənafeyinə yönəlibdir. Bugün bu aparılan islahatlar, deməli, sabahsı günü iş yerləri deməkdir. Sabahsı günü, yəni bir var ki, hər hansı bir mütəxəssis deməzdim də, tutaq ki, orada heç bir lazımsız bir, yəni o iş lazım deyil, lazımsız yerə orada oturur, o artıq orada oturub belə deyək ki, heç nəyə yaramır mütəxəssis baxımından. Ancaq bu ştat götürülərsə, buradakı bu ixtisarlar aparılarsa, o digər yerdə mütləq özünə iş tapacaq. Sadəcə olaraq bunu etmək lazımdır. Belə deyək ki, iqtisadiyyatda laboratoriya yoxdur. Yəni ki, iqtisadiyyatı götürəsən, bir təcrübə aparasan, bu təcrübənin nəticəsi görək, əgər yaxşı oldusa bunu tətbiq eləyək. Digər sahələrdə var laboratoriya, ancaq təəssüf ki, iqtisadiyyatın laboratoriyası yoxdur. İqtisadiyyatı atılan addımlar çox belə dəqiq atılmalıdır və hər hansı bir, deyək ki, cüzi bir xəta sonradan iqtisadiyyata çox böyük öz mənfi təsirlərini göstərir. Struktur islahatlarının aparılması əslində elə iqtisadiyyatın və böhrandan çıxış yollarının biridir. Burada işsizlik məsələsini burada biz qabartsaq, biz o digər məsələlər bunun fonunda kölgədə qala bilər. Yəni, o gələcəkdə elə iş yerləri deməkdir, iqtisadiyyatın inkişafı deməkdir. Və eyni zamanda Cənab Prezidentimiz həmin müşavirədə və açıq tenderlərinin aparılmasını qeyd etdi və deməli, orada qeyd olunur. Tenderlər, açıq tenderlər keçirilməlidir. Hər hansı bir sahənin tutaq ki, hər hansı bir sifariş verilir. Bu sifariş, indi orada tutaq ki, hər hansı bir sahədir. O sahənin özünün, tutaq ki, təmir tikinti idarələri və yaxud da nə bilim, hansısa bir təşkilatı yox, ümumən orada iştirak olunmalıdır. Kim bu işi daha ucuz qiymətə, daha keyfiyyətli, səmərəli şəkildə həyata keçirə biləcəksə, qoy onlar da tenderin qalibi olsunlar. Yəni, bunun özü də həmin büdcə vəsaitlərinin qənaəti deməkdir və eyni zamanda elə biz dediyimiz kimi bu böhrandan çıxış yollarının başlıca istiqamətləridir. Böhrandan çıxış yollarından danışarkən ilk növbədə daha çox hallanan istiqamət qeyri-neft sektorunun inkişaf etdirilməsidir. Yəni, buna çox ümidlər bəslənilir. Sizcə, ümumiyyətlə bu istiqamətin inkişaf etdirilməsi nə qədər zaman aparacaq? Mən ilk öncə onda deyim ki, indi biz mexanik olaraq bu böhran sözünü işlədirik. Azərbaycanda böhran yoxdur bu. Nə iqtisadi sahədə böhran yoxdur, nə sosial, nə işlə, heç bir böhrandan söhbət getmir. Amma devalvasiyanın yaratdığı bir durum var. O durumdan çıxmaq lazım. Devalvasiyanın yaratdığı bir gərginlik var. Bu gərginlik də bir ayın, 2 ayın içində keçib gedəsi bir şeydir. Yadınızdadırsa, bu fevral devalvasiyasında da bir ay müddət, heç bir aydan da olmadı. Biraz gərginlik oldu, ondan da sonra keçdi, getdi. Yəni, Azərbaycanın bu gün çox güclü iqtisadi potensialı var. Çox güclü infrastruktur potensialı var.
var. Və biz o neftin qiyməti yüksək olan vaxtda ən səmərəli ondan istifadə edən dövlətlərdən biriyik. Buna görə də bizdə heç bir böhrandan da söhbət gedə bilməz və bundan sonra da olmayacaqdır. Sadəcə biz istər vətəndaş olaraq, millət olaraq, istər fərd olaraq, istərsə də dövlət və hökumət olaraq artıq yeni bir iqtisadi mərhələyə qədəm qoyduğumuzu dərk etməliyik. Artıq neft iqtisadiyyatından qeyri-neft iqtisadiyyatına biz keçmişik və biz qeyri-neft iqtisadiyyatı şəraitində yaşamalıyıq. Buna görə də o struktur dəyişikliklər də olmalıdır. Lazım olsa etimadı doğrultmayan və öz işinin öhdəsindən gəlməyən məmurların da dəyişikliyi olmalıdır və qənaətçil rejimə keçməliyik biz. Bir-birini təkrarlayan o qədər strukturlar var ki, onlar əgər neft dövründə neft vəsaitləri gəldiyi dövrdə o qədər ciddi şəkildə büdcəyə yük deyilsə, bu gün artıq büdcəyə yükdür. Bu gün biz büdcənin hər qəpiyinin üzərində fikirləşməliyik, düşünməliyik ki, Azərbaycan vətəndaşının vergisi hesabından formalaşan bu büdcə hara səmərəli xərclənəcək. Ona görə də o struktur dəyişikliklərinin olması vacibdir, islahatların getməsi vacibdir, ixtisarların da olması vacibdir və bu ixtisarlardan qorxmaq lazım deyil. Yaxşı kadra həmişə hər yerdə yer var. Özəl sektor inkişaf eləyir, dövlət sektorunda iş olacaqdır və dövlətin də o işsizlərlə bağlı özünün məşğulluq siyasəti də var, müavinət siyasəti də var, ünvanlı yardım siyasəti də var. Bundan qorxmaq lazım. Amma təkcə burada söhbət kadrın ixtisarından getmir. İxtisarında bütün aparat ixtisarı olur. Aparatın təsərrüfatı var, avtomobilləri var, başqa xərcləri var, binanın xərci və s. Və bunlar hamısı daha da optimallaşdırmaqdan ötürü bu struktur ixtisarlarına da gedilməlidir, dəyişikliklərinə gedilməlidir və lazım olanda yararsız məmurların da hesab edirəm ki, ixtisarına gedilməlidir. Ümumiyyətlə, inkişaf etdirilməsi zəruri olan istiqamətlər arasında turizm sahəsi də qeyd olunur, informasiya və kommunikasiya texnologiyaları sahəsi və yaxud bölgələrdən artıq müəyyən, belə deyək, sənaye zonalarının yaradılması və artıq bölgələrin özlərinin maliyyələşdirilməsi. Yəni, bu çox maraqlı istiqamətlərdir və mən istərdim ki, bu istiqamətlərdən hansının həyata keçirilməsi daha tez bir zamanda mümkündür? Bu barədə biz danışaq, amma qısa bir keçiddən sonra. Aydın müəllim, həqiqətən də bölgələrimizin inkişafı üçün nə qədər sərmayə qoyulub? Yəni, biz illərlə eşidirik ki, bölgələrimizdə, yəni bu nəinki eşidirik, bu görünür, gözlə görünür. Amma bir sənaye mərkəzlərinin yaradılması, bölgələrin özünün bir infrastrukturunun yaradılması, yəni bu hələ kifayət qədər inkişaf etməyib ki, bölgələr özlərini dolandırsınlar. Mən bildiyimə görə yalnız bir rayonda bir pilot layihəsi kimi Neftçalada həyata keçirilir. Bəs digər rayonlarda, digər bölgələrimizdə bunun keçirilməsi nə dərəcədə belə real görünür tez bir zamanda? Aydındır. Birinci növbədə regionların sosial-iqtisadi inkişaf dövlət proqramı çox unikal bir proqram oldu və onda qeyd edək ki, bu cənab prezidentimizin layihəsidir və onun, deyək ki, cənab prezidentimizin birbaşa bu layihələrlə bağlı nəzarətində olan işlər həyata keçirildi. Yəni, bu ən başlıca olaraq neftdən gələn gəlirlər çox düzgün şəkildə istiqamətləndirərək regionların sosial-iqtisadi inkişaf dövlət proqramına yönəldildi. Və bugün həmin proqramların nəticəsidir ki, artıq demək olar ki, ölkənin enerji təminatı tamamilə özünü ödəyir. Enerji təminatı və yol infrastrukturu, rayonların qazlaşdırılması, içməli su ilə təmin olunması, yəni bu sahələrdə çox böyük işlər görüldü. Və eyni zamanda artıq ikinci bir pilləyə qədəm qoyulmalıdır. Çünki bu dövlət vəsaiti hesabına bütün bunlar çox düzgün şəkildə və yüksək şəkildə bərpa olunduqdan sonra artıq sənaye məhəllələrinin yaradılması ilə bağlı, dediyiniz kimi 2014-cü il sənaye ili oldu və eyni zamanda böyük sənaye parklarının yaradılması, sənaye məhəllələrinin yaradılması ilə bağlı cənab prezidentin xüsusi sərəncamı oldu və bundan irəli gələn iş planları tərtib olundu və əlbəttə artıq indi deyək ki, bax bu
dövlət büdcəsinə neft fondundan transferlərin azaldığı bir şəraitdə, deməli, qeyri-neft sektorunun inkişaf etdirilməsi zəruriyyəti artıq bir fakt kimi ortaya çıxır və ona görə də digər rayonlarda da bu layihələrin həyata keçirilməsi mümkündür. Çünki sənaye məhəllələrinin yaradılması birinci maliyyə tutumu baxımından orta maliyyə tutumudur. Yəni ki, bu sənaye məhəllələrində böyük maliyyə vəsaitləri tələb olunmur. O birisi tərəfdən dövlət özü bu sənaye məhəllələrinin yaradılması üçün torpaq sahələrinin ayrılmasıdır, kommunikasiya xətlərindən istifadə olunmasıdır və bu kimi deməli onlara bu şəraitlər yaradılır və eyni zamanda güzəştli kreditlərin verilməsidir və bütün bunların əgər bu baza varsa, bu resurslar varsa, bu resurslar və baza əsasında deməli digər bizim rayonlarda da sənaye məhəllələrinin yaradılması mümkündür və bu addımlar da atılır deyim ki sizə. Amma dövlət başçısı xüsusilə vurğuladı ki, nə vaxta qədər bölgələr dövlət dotasiyasında mövcud olacaqlar, yəni kifayət qədər sərmayə qoyulub. Yəni bunun nəticələrini bir gün görməyin vaxtı gəlib çatır hər halda. Həm də tək bölgələrdə yox, yəni elə turizm sahəsində də xeyli sərmayələr qoyulubdur, elə informasiya və kommunikasiya texnologiyaları sahələrində də. Yəni bunun bir bəhrəsini görməyin vaxtı gəlib çatıbdır və cənab prezident orada konkret olaraq yerli rayon şəhər icra hakimiyyəti başçılarına öz göstərişini verdi və söylədi ki, artıq rayonlar hamısı özlərini maliyyələşmə sisteminə keçməlidirlər və özləri öz əhalilərini saxlayan səviyyədə gəlir əldə etməlidir. Yəni Respublika büdcəsindən dotasiya azaldılmalıdır. Bu ilə bizim Bakı və Sumqayıt, Bakı və Abşeron, Sumqayıt şəhərləri də daxil olmaqla 6 rayonumuz özünü tam maliyyələşdirə bilirlər və dövlət dotasiyasında deyil. Amma bu çox azdır və hesab edirəm ki, cənab prezidentin bu göstərişindən sonra artıq yerlərdə tamamilə bu sahəyə ciddi fikir veriləcək və yerlərdə potensialımız bizim çox. Sadəcə o potensialı bir yerə cəmləmək, bir də sahibkara lazımi imkanı yaratmaq və maneələr törətməmək lazımdır ki, sahibkar orada özünün kiçik və orta biznesini inkişaf etdirmənin eyni zamanda rayonun da, şəhərin də büdcəsinə öz gəlirlərini versin. Söylədiniz ki, qeyri-neft sektorunun hansı sahəsi daha tez gəlir gətirə bilər? Bunlar hər biri tez gəlir gətirə bilən sahələrdir. İstər kənd təsərrüfatı, istər informasiya, kommunikasiya texnologiyaları, nəqliyyatla bağlı bizim çox böyük, bilirsiniz ki, artıq layihələr həyata keçirilir, istər şimal-cənub dəhlizi ilə bağlı, istər Çinlə Londonu, İngiltərəni birləşdirən dəmir yolu xətti. Bunlar hamısı gəlir gətirən sahələrdir. Amma biz çalışmalıyıq ki, Azərbaycan malı xaricə ixrac olunsun. Azərbaycan brendi xaricə ixrac olunsun. Bizim bu günləri xaricə ixrac olunan təəssüf olsun ki, malımız azdır. Və cənab prezident onun konkret yollarını da göstərdi hətta ki, Rusiya ilə biz ənənəvi partnyoruq və bizim kənd təsərrüfat məhsullarımız Rusiyada həmişə belə böyük rəğbətlə və tələbatla qarşılanandır. Bu günləri biz niyə, hansı maneələr var, onlar araşdırılmalıdır. Aydındır, təşəkkür edirəm. Bu çox geniş mövzudur və təbii ki, bütün sahələri əhatə etmək mümkün olmadı. Mən sizə təşəkkür edirəm müzakirəyə gəldiyiniz üçün və tamaşaçılarımıza xatırladım ki, studiyamızın qonaqları Aydın Hüseynov, millət vəkili və Musa Quliyev Urud, yenə millət vəkili idi. Təşəkkür edirəm bir daha. Əziz tamaşaçılar, biz mövzu ilə bağlı müxtəlif nəzərləri diqqətinizə çatdırdıq. İndi nöqtə qoymaq zamanıdır. Sağ olun.